Mən komanda verəndə irəliyə doğru hərəkət edib, sonra sola dönəcəyik. Bəs bu yol ayrıcını hansı şəkildə keçməliyik? İlk öncə baxıb müəyyənləşdirməliyik ki, bu yol ayrıcı necə yol ayrıcıdır? Qarşıda işıqfor görə bilirsən, qırmızı bölməli. Əgər yol ayrıcında işıqfor quraşdırılıbsa, demək ki, bu necə yol ayrıcıdır? Nizamlanan yol ayrıcıdır. Daha dəqiq desək, nizamlanan yol ayrıcıları hərəkətin işıqforun siqnalları ilə və ya nizamlayıcının siqnalları ilə tənzimləndiyi yollardır. Nizamlayıcı kimlərdir? Polis nəfərləri. Hansı ki, bizə komandalar verir, istiqamət göstərir. Bəs nizamlanan yol ayrıcılarında hərəkət hansı şəkildə təşkil olunmalıdır? Qayda bizə nə deyir? 76-cı maddənin 1-ci bəndində qeyd olunur ki, nizamlanan yol ayrıcılarında sola yaxud da geriyə dönmə əməliyyatını yerinə yetirən sürücülər qarşıdan gələn, eləcə də sağa dönən nəqliyyat vasitələrinə yol verməlidir. Çünki onlar bizim sağımıza düşür. Qarşıdan gələn və ya sağa dönən nəqliyyat vasitəsi dedikdə, onlar öz sağlarına dönürlər. Və biz eyni istiqamətə dönəcəyimiz təqdirdə onlar bizim sağımıza düşür. Düzdürmü? Belə olan məqamda trayektoriyamız kəsişəcəyi təqdirdə biz onlara yol verməliyik. Ancaq burada bilməli olduğumuz bir başqa məqam da var. Digər bir maddədə 42-ci maddənin səhv eləmirəmsə 6-cı bəndində qeyd olunub ki, sürücü sola, sağa, eləcə də geriyə dönmə əməliyyatını yerinə yetirərkən kənar zolaqlardan, yəni müvafiq kənar zolaqlardan dönmə əməliyyatını yerinə yetirməli. Yəni, əgər biz bu yol ayrıcından sola dönəcəksə, müvafiq zolaq bizim üçün hansı zolaqdır? Sol zolaq. Sağa dönəcəksə bəs hansı? Sağ zolaqdır. Eləcə də qarşıdan gələn nəqliyyat vasitələri onlar üçün müvafiq olan zolaqdan dönməlidirlər. Yəni, sağ zolaqla gəlib, sonra sağa dönmə əməliyyatını yerinə yetirməlidirlər. Bəzən belə bir hal yaşanır ki, nizamlanan yol ayrıcılarında eyni istiqamətlərə doğru dönürük. Misal üçün, bizim dönəcəyimiz yol 3 zolaqdan ibarət yoldur. Biz müvafiq zolaqla hərəkət edirik. Müvafiq zolaqdan sola doğru dönmə əməliyyatını yerinə yetiririk. Lakin qarşıdan gələn nəqliyyat vasitələri müvafiq zolaqla hərəkət etməyərək sağdan ilk zolağa, yəni dönərkən sağdan birinci zolağa deyil, ikinci zolağa deyil, hətta üçüncü zolağa daxil olurlar. Belə olan təqdirdə nə baş verir? Qəza baş verir. Düzdürmü? Belə olan halda bəs kimdir müqəssir? Əlbəttə ki, yenə də qeyd edirəm, hər kəs müvafiq zolaqdan dönmə əməliyyatını yerinə yetirməlidir. Ancaq yol ayrıcılarının keçilmə qaydasında qeyd etdiyim kimi 76-cı maddənin 1-ci bəndində qeyd olunur ki, eyni istiqamətlərə doğru dönəcəyimiz təqdirdə, yəni biz bu yol ayrıcından sola dönürük, onlar isə sağlarına dönürlər. Yəni biz eyni istiqamətə dönürüksə, trayektoriyamız kəsişirsə, biz onlara yol verməliyik. Onlar müvafiq zolaqla dönür, müvafiq zolaqdan dönmür. Bu artıq onların pozduğu qaydadır. Onlar o qayda pozuntusuna dair cərmələnərlər, cərmələnməzlər, onların işidir. Bizim vəzifə, borcumuz onlara yol verməkdir. Aydın oldu.